Landşaftların təsnifatı: sinif, yarım sinif, tip, yarım tip növ olaraq qruplaşdırılır. Landşaft sinifləri deyərkən iki yerə bölünür: dağ landşaftları və düzən landşaftları. Landşaft yarım sinifləri deyərkən dağlıq ərazilərdə və düzən ərazilərdə yarım siniflər ayrılır. Dağlıq ərazilərdə, məsələn, alçaq dağlıq, orta dağlıq və yüksək dağlığın yarım sinifləri var. Düzən ərazilərdə yüksək düzənliklər və alçaq düzənliklər olmaqla iki yarım sinif ayrılır. Landşaft tipləri deyərkən, məsələn, dağ meşə, dağ çölləri, dağ yarım səhraları, bunlar hər birisi landşaft tipləridir. Bəs yarım tiplər deyərkən nə nəzərdə tutulur? Azərbaycan daxilində, məsələn, dağ yarım səhraları həm düzən ərazilərimizdə var, həm dağlıq ərazilərimizdə var. Bu düzən ərazidə yayılmış yarım səhra və dağlıq ərazidə yayılmış yarım səhra hər birisi ayrı-ayrı yarım tiplərdir. Bəs landşaft növü nədir? Landşaft növü, landşaft daxilində yayılmış bitkilər və heyvanların növündən söhbət gedir.